Bəzən sadəcə müştərilər öz problemini həll eləmək naminə belə istəyirək sən bunu 140-a satasan. Nə adı ilə olsun da bunu sat. Olar bunu eləmək vətəndaşa. O vətənpərvərlik əlamətidir. Mən hesab edirəm ki, yox. Mənə də sərf edir, mən daha da pul qazanaram da, amma bu ikinci əldir də artıq. İnsan taxdın, elə bu sual altındadır. Taxmısa, taxmamısan. Onun da 10 dənə müştəridən 9 elə deyir. Heç taxmamışam, qalıb nənəmdən 50-ci ildən. Bu, adam, qabaqlar mən artıq belə suallar da verirdim, sanki belə prikol kimi və s. ki, heç taxmamışsın. Artıq heç bunu eləmirəm. Qulaq yorulur her şey qulaq asmaqdan. Bu ola bilməz axı. Bu demək, bu kəlmələr də heç nəyi dəyişdirmir. Siz gətirəcəksiniz, mən görəcəm axı o necədir. Yəni bu külçə qızıl deyil. Nə mənası var bu mənə deməyin? Birisi onsuz da gətirəcəksə mən görəcəm. Ya, misal ki, deyir ki, əşya ideal vəziyyətə gətirir, görürəm ki, sınıq qırıqdır. Mövzunun davamını izləmək istəyirsənsə YouTube kanalıma daxil ol və tam versiyanı oradan izlə.